Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Allah Azza və Cəllənin izni ilə bugünkü videomuzda bir insan, bir müsəlman həyatında kimi nümunə almalıdır və həyatını necə təsis eləməlidir, o barədə danışmaq istəyirəm. Baxın, gözəl qardaşlarım, Allah Azza və Cəllə Əhzab surəsi 21-ci ayədə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا. Allahı və axirət gününü umanlar və Allahı çoxca zikr edənlər üçün Allahın Rəsulunda gözəl nümunələr vardır. Baxın, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bizim üçün hər halında bir nümunədir. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm sözlərində, feillərində, hallarında müsəlmanların necə yaşaması lazım olduğunu bizlərə ən gözəl şəkildə öyrədən bir müəllimdir. Və bir müsəlman, iman gətirən bir kəs də əgər həyatını Allah Azza və Cəllənin razılığını qazanmaq üçün Allah Azza və Cəllənin yolunda keçirmək istəyirsə, mütləq Rasulullah sallallahu aleyhi və səlləmə tabi olmalıdır. Bu səbəblə İbn Kəthir rahimehullah bu ayətin təfsirində buyurur ki, Hədihil əyətül kərimətu aslun kəbirun fit təəssi bi Rasulillahi sallallahu aleyhi və səlləm fi əqvalihi və əf'alihi və əhvalihi. İbn Kəthir rahimehullah buyurur ki, bu ayət-i kərimə böyük bir əsildir. Nədə? Bir insanın həyatını Rasulullah sallallahu aleyhi və səlləmin sözlərinə, feillərinə və hallarına uyğun təsis eləməsində, yəni qurmasında və idarə etməsində böyük bir əsildir. Yəni, əgər bir müsəlman həyatını Allah Rasulü sallallahu aleyhi və səlləm kimi təsis etsə, o Allah Azza və Cəllənin razılığını qazanmış bir qul olacaq. Və əgər bir insan düşünürsə ki, mənim həyatımda işlərim yolunda getmir, planlaşdırmalarım düz deyil, əməllərim düz deyil, sözlərim düz deyil. Yəni, mən həyatımda rahatçılıq və idarə etmədəki problemləri həll edə bilmirəmsə, nə etməliyəm deyə düşünürsə, baxmalıdır bu ayətə. Və İbn Kəthir rahimehullahın bu sözünə ki, həyatını necə təsis eləməlidir, necə rahatlıq tapmalıdır. Çünki Allah Resulü sallallahu aleyhi və səlləmin həyatında hər bir məsələ var. Bir qul necə rahat yaşamaq istəyirsə, onun göstəricisi Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Buradakı rahat yaşayışdan qəsd etdiyim dünya rahatçılığı deyil. Burada rahatçılıqdan qəsd etdiyim şey qəlb rahatçılığı, ibadətlərdən zövq almaq, zamanı düzgün təyinləşdirmək, işlərini zamana görə düzgün planlaşdırma, ibadətlərdən ləzzət ala bilmə, ibadətlərdə davamiyyət, bu kimi qəlb rahatçılığı, bu kimi hallardan söhbət gedir. Və bu da əlbəttə ki, bir müsəlmanın ən böyük qazancıdır ki, işlərini Allah Resulü sallallahu aleyhi və səlləmin sözləri, əməlləri, halları üzərinə idarə edə bilsin. Ona görə əziz qardaşlarım, əgər bizlər həyatımızda bir düzən, Allah Azza və Cəllənin razılığını qazanmaq üzrə bir həyat sürmək istəyiriksə, Allah Azza və Cəllənin razılığını və cənnətini qazanmaq istəyiriksə, nümunə olaraq bizə Allah Resulü sallallahu aleyhi və səlləm yetər. Bir də burada bir şey diqqət etmək istəyirəm. Allah Resulü sallallahu aleyhi və səlləmdə nümunələr var. Kim üçün? Allahı və axirət gününü uman və Allahı çoxca zikr edənlər üçün. Yəni, biz özümüzü aldatmayaq. Biz əgər Rasulullah sallallahu aleyhi və səlləm özümüzə nümunə almaq istəyiriksə, ilk öncə nə etməliyik? Allahı və axirət gününü ummalıyıq. Yəni, Allah Azza və Cəllənin razılığını qazanmaq üçün çalışmalıyıq. Yəni, mən Rasulullah sallallahu aleyhi və səlləmi nümunə götürmək istəyirəm. Məndəki məqsəd nədir? Rəbbimi ummağım. Yəni, Allah Azza və Cəllənin razılığını qazanmaq, axirət günü sevinənlərdən, xoşbəxt olanlardan olmaq və əgər o nümunəyə layiq olmaq istəyirəmsə, o nümunədə istiqrar etmək istəyirəmsə, Allahı çoxca zikr etmək. Çünki biz məqsəd edinə bilərik, hədəflər qoya bilərik, amma həmin hədəflərdə istiqrarlı olmaq, davamlı olmaq, məqsədlərə nail olmaq Allah Azza və Cəlləni çoxca zikr etməkdədir. Buna görə də Allah Azza və Cəllə burada xüsusi iki əsası da zikr edir ki, Allahı və axirət gününü ummaq və Allahı çoxca zikr etmək. Biz bunları eləsək və hədəf olaraq Rasulullah sallallahu aleyhi və səlləmi özümüzə nümunə götürməyi qoysaq, Allahın izni ilə həmin hədəfə doğru irəliləyə bilərik. Allah Azza və Cəllə bizi eşitib faydalanan qullardan etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.